Gürcüstan azərbaycanlıları arasında İranın keçmiş ali dini lideri Əli Xameneyiyə bu qədər simpatiya hardandı? ABŞ və İsrail hava zərbələri ilə Xameneyini öldürəndən sonra onu şəhid adlandırıb yas saxlayanların görüntüsü təkcə İrandan yox, həm də Gürcüstandan gəldi. Düzdür, hansı ölkədə yaşamasından asılı olmayaraq Şiə məzhəbindən olan bir çox inanclı insanlar ayətullahları özlərinə mərciyi təqlid sayırlar. Onların fitvalarına diqqət edirlər. Xameneyi də həmin o müştəhidlərdən sayılırdı. Amma hüquq müdafiəçiləri Xameneyini həm də İran rejiminin rəhbəri kimi ölkəsində dinc etirazları qan içində boğmaqda ittiham edirdilər. Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mikhail Saakashvili də Facebook sosial şəbəkəsində ölkəsinin azərbaycanlı əhalisinin İranın dini rejimini dəstəkləməsindən yazıb. O, bölgədəki azərbaycanlıların İran rejiminin tərəfdarına çevrildiyini iddia eləyir. Necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan verbovka edilənlərə çevrildilər? Necə oldu ki, vəziyyət o yerə çatdı ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Xüsusilə gənclər arasında İslamçıların təsiri güclüdür. Saakashvilinin də bu paylaşımı Gürcüstanda etnik azərbaycanlıların İran səfirliyi önündə yayılan videolarından sonraya təsadüf eləyir. Sözügedən görüntülərdə bir qrup şəxs ABŞ-İsrail-İran müharibəsində ölən İranın ali dini lideri Əli Xameneyinin fotosunu əlində tutaraq başsağlığı diləyir, həmçinin videoda Gürcüstan şərəfdir, Pəhləvi bir şərəfdir və Ləbbeyk ya Xameneyi kimi şüarlar səsləndirilir. Birinci şüar İranda İslam inqilabının devirdiyi şah rejimi ilə bağlı idi. Sonuncu İran şahının oğlu Rıza Pəhləvi indi dini rejimə qarşı müxalif hərəkatın lideri olduğunu iddia eləyir. Bundan sonra sosial mediada yayılan videoya yönəlik fikirlər haçalanıb. Həmin videoda olan şəxslərdən biri İmam Əli Xeyriyyə Fondunun rəhbəri Amil Xəlilov Marneuli radiosuna müsahibəsində bildirib ki, onların İslam İnqilabı Keşikçiləri Korpusu ilə heç bir əlaqəsi yoxdur. Məqsədimiz sadəcə olaraq başsağlığı vermək və mövqeyimizi bildirmək idi. Müxtəlif bölgələrdən insanlar gəlmişdi. Biz səfirliyə gedəndə başqa bir mənzərə ilə qarşılaşdıq. Çünki yayılan videolarda hər şey tam şəkildə göstərilməyib. Biz başsağlığı vermək üçün getmişdik. Lakin qarşı tərəfdən müəyyən təxribatlar oldu. İranın bəzi vətəndaşları orada yüksək səslə qışqırır və bizim dini liderimizin öldürülməsini alqışlayırdılar. Bu isə gəncləri emosional reaksiyalara sövq edirdi. Mən də orada vəziyyəti sakitləşdirmək üçün müəyyən şüarlar səsləndirdim. Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov da Azadlıq radiosuna deyir ki, səfirlik önünə yığılan etnik azərbaycanlıların tək məqsədi müqəddəs hesab etdikləri müharibədə ölən müştəhid və ailəsini yad etmək olub. Həmin paylaşımından 2 gün sonra keçmiş prezidentin Gürcüstanda İranla bağlı təhsil müəssisələrinin bağlanmasına çağırışı haqqında isə Əsədov deyir ki, Saakashvilinin dediyi tamamilə əsassızdır. Həmən o mədrəsə Saakashvilinin dövründə fəaliyyət göstərib və var idi və bu gün də davam edir. Yəni Gürcüstanda yeni deyil və vətən xaininin Azərbaycanlısı, Gürcüsü, Rusu, Ermənisi olmur. Xain xaindir. Özünün zamanında özü gedib həmən İran rəhbəri ilə zamanında prezident olanda görüşüb, oradan gedib Gürcülər yaşayan İsfahanda Firodun şəhərdə olub, həmən ruhani din adamlarından oturub durub, İran dövlət ərkanından oturub. Yəni pseudo vaxt idi. Bu gün indi həbsdədir, əlində səlahiyyət yoxdur. Bu hücumu deməklə gündəm yaradır. Əslində mövcud hakimiyyəti qınayır. Mövcud hakimiyyətin səhvləri çoxdur. Biz də qınayırıq, amma buradan bizim üstümüzdən sui-istifadə edib həm də Azərbaycanı qataraq bir qarşılıqlı bir şey eləməklə öz aləmində xal tutmaq. Əsədov dövlətə xəyanət edənlər arasında nə vaxtsa etnik azərbaycanlıların olması halını istisna etmədiyini deyir. Lakin əlavə eləyir ki, bunu sanki kütləvi hal kimi dəyərləndirmək, bütün etnik azərbaycanlıları belə ittihamla üzbəüz qoymaq doğru deyil. Böyük Britaniyanın Birmingham Universitetində fəlsəfə doktoru namizədi, siyasi şərhçi Aleksandr Kvaxadze Azadlıq radiosuna bildirir ki, Gürcüstanın azərbaycanlı əhalisi arasında İran təsirinin mövcudluğunu heç kim inkar etməməlidir. Gürcüstan azərbaycanlılarının 60% şiə hesab olunur. SSR-nin dağılmasından sonra Gürcüstan və Azərbaycan da oxşar proseslərdən keçdi. Yaxın Şərqdən müxtəlif müsəlman aktorlar yerli müsəlman icmalar arasında mövqe tutmağa başladılar. Dini ideyaları yaydılar və dini və siyasi təşkilatlarla əlaqə imkanları təqdim etdilər. Sonradan İran dini dairələri bu yeni siyasi imkanlardan yararlanmağa çalışdı.
Onların fəaliyyəti arasında şiə təbliğatçılarının gəlişi və yerli gənclər üçün təqaüd proqramları kimi təşəbbüslər yer alırdı. Zaman keçdikcə Gürcüstanda bir sıra qeyri-rəsmi şiə təşkilatları ortaya çıxdı və İranla fərqli səviyyələrdə əlaqə saxladılar. Azərbaycanla müqayisədə bu qruplar Gürcüstanda daha az məhdudiyyətlərlə üzləşdilər və ölkənin Azərbaycanlı icmasının nisbətən böyük segmentində təsir qazandılar. Lakin bu proseslər yeni deyil. Onlar bir neçə 10 illik ərzində baş verib. O cümlədən Eduard Şvartnadze, Mixail Saakashvili və Gürcü Arusu dövrlərini əhatə eləyir. Kvaxadze xarici aktorların Gürcüstan vətəndaşlarını geosiyasi məqsədlərlə istifadəsi riskinin həmişə mövcud olduğunu deyir. Xüsusən də vizasız Avropaya səyahət etmək imkanı olan etnik Azərbaycanlıların kəşfiyyat məqsədli fəaliyyətdə istifadəsindən narahatlığını dilə gətirən Aleksandr Kvaxadze xatırladır ki, Kiprdə də belə bir hal yaşanmışdı. Xatırladaq ki, təxminən 10 gün öncə Yunanistanda İrana casusluq ittihamı ilə bir etnik Azərbaycanlı saxlanılıb. Ötən yayda eyni yerdə 26 yaşlı Azərbaycanlı casusluq şübhəsi ilə saxlanılıb. Hər ikisinin gəmilərin hərəkətini izlədiyi, İran xeyrinə kəşfiyyatda olduğu iddia edilir. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil. Buna baxmayaraq siyasi şərhçi Aleksandr Kvaxadze sabiq prezidentin də bu fondakı bəyanatlarını doğru saymır və bildirir ki, eks-prezident həbsdə olarkən etnik azlıqlar arasında baş verən proseslər barədə etibarlı məlumata malik olmaya bilər. Səfirlik önündə şüar səsləndirən Amil Xəlilov, Saakashvili və digərlərinin siyasi dəyərləndirmə etdiyi bu aktın siyasi olmadığını, dini inanca bağlı olduğunu bəyan edib. Gürcüstandan olan etnik Azərbaycanlı fəal Rabil İsmail isə düşünür ki, səsləndirilən şüarlar siyasidir və akt səfirliyin maraqlarına xidmət edir. Orada belə bir məqam var, bunu təəssüf ki, Gürcü cəmiyyəti görmədi, yəni də bu siyasilər görə bilmədi. Yəni bir insan kim ki, orada şüarlar səsləndirir, İrana dəstək şüarlarını, videoda görünür ki, İran səfiri yaxınlaşır, qulağına bir şey pıçıldayır. Və ondan sonra o insan daha yüksək səslə başlayır qışqırmağa, şüarları. Demək ki, burada həqiqətən də bir təsir var. Görünür ki, bu İranın təsirləri var və İran siyasətini dəstəkləyən tədbirlər həyata keçirilir və bu təbii ki, İran siyasətini dəstəkləmək deməkdir. İran səfirliyinin qarşısında artıq bir neçə həftədir ki, aktiv olaraq İranlılar, İrandan gəlmə insanlar, farslar var, Azərbaycanlılar var və başqa qrup insan, etnik kimliyi daşıyan insanlar var. Amma İranlı, onlar etiraz aksiyası keçirir və İran rejiminə qarşı fikirlər bildirirlər, şüarlar səsləndirirlər. Rabil İsmail öz icmasına etnik Azərbaycanlılara nəinki İranın, heç bir dövlətin təsirini xoş qarşılamadığını deyir. O düşünür ki, bu təsirlər vətəndaşları bölmək məqsədi daşıyır və nəticədə inkişafdan geri qalmağa gətirib çıxarır.